Ermənistanın Suriyaya göndərmək istədiyi humanitar yardımın əsas məqsədi yeni hökumətlə əlaqələri davam etdirmək ola bilər. Politoloq Samir Hümmətov bunu Today Press açıqlamasında deyib. Onun sözlərinə görə Əhməd Əl-Şarra hökuməti daha çox Türkiyənin fikirləri ilə hesablaşan administrasiyadır. Bu isə Ermənistanın Suriyada əvvəlki təsir imkanlarını bərpa etməsini çətinləşdirir. Buna görə də humanitar yardımla Suriyanı ələ almaq mümkün deyil. Analitik Türkiyə ilə Ermənistan arasında Marqara keçid məntəqəsinin müvəqqəti açılması məsələsinə də aydınlıq gətirib. Stat: Ermənistan daxilindəki ultramillətçi kəsim Daşnak Sütun və Qarabağ klanı rəsmi İrəvanın Türkiyə ilə münasibətlərinin qurulmasını istəmir və qarşı çıxırlar. Buna görə də onlar bu prosesin dayandırılması üçün təxribatlar törədə bilərlər. Ümumiyyətlə, Türkiyə-Ermənistan sərhədlərinin açılması rəsmi Bakı ilə Ankara arasında koordinasiya çərçivəsində həyata keçirilməlidir. Statın sonu. Siyasi şərhçinin qənaətincə, sərhədin birdəfəlik açılması ilə bağlı hər hansı bir addım atılarsa, Ermənistan istər daxili, istərsə də xaricdən dəstəklənən qüvvələrlə təxribatları alovlandıra bilər. Qeyd edək ki, Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi martın 21-də müvəqqəti olaraq açılıb. Buna səbəb Ermənistanın Suriyaya humanitar yardım göndərməsidir. Bildirilib ki, sərhəd martın 31-nədək açıq qalacaq. Türkan İskəndərli, Qiymət Mahir, Today Press.